Zəngəzurdan bir üz qaranız var, bir televiziyada çalışır, 67 yaşı var, hələ də özünü apara bilmir. Bilirsiniz, Sokarda yaşı 65-ə çatmamış işçilərini 60 yaşdan yuxarı olanları çıxarmaq istəyirlər. Ne oldu çatayım? Hə? Çatayım kəsdilər. Bunun ancaq kasıb xalqa gücü çatır. Aydan bəy, varlılarla da siz söhbət eləyin də. Mənim hünərim çatmır varlılara nəysə deməyə. Kasıblara mən deyim, varlılara da sən deyilən. Baxım görün, mərd olmaq necədir, belə qorxmasa da olmaq necədir. Fransadan salamlar, əleykümə salam. Çox-çox salam Dəniz xanım. Niyə məni oxumursunuz? Çünki mən insanları oxuya bilmirəm. Pirlidən salamlar, əleykümə salam. Lənkəranda toy var, 15 yaşları var. Orxan bəy, faktı çəkin atın da bizə. Nə olar? Sizin qədər cəsarətli olsunlar, sonra danışlar. Sözdə deyirlər Mehdizadə. Ürəyimsən, Azərdə çox salam var olun. Allah sizə dəyməsin, çox salam. Nəsimi rayonu. Niyə sosialın yolunu bilən düzəltdirir? Piyaslardan salamlar, sən bir dənəsən, çox salam. Mənim SMS-imi oxumursuz deyir. İzləyici yazır ki, Səidə xanım, ölkə bölgələrinin bölünməsinə nə vaxta kimi son qoyulacaq? Mariya, sizə bir şey deyim. Mənə verilən ilk sual bu olur, haralısan? Deyirəm ki, Azərbaycan. Deyir, on başa sütüyək, haralısan? Deyirəm ki, yenə də Azərbaycan. Deyir, yox. Atan hardandır? Atam mütləq istəyir ki, o eşitsin ki, mənim atam haralıdır. Problem var. İndi məsəl üçün deyir, bəzilər ki, bölgələrə bölməyin. Amma birinci özləri bölgəyə bölən adamlardır. Birinci. Bax, olduğu yerin adını çəkər. Filan kəslərlə işin olmasına sıraz belə şişələnirlər. Belə qalxır, belə əlləri zadı, belə sinələriniz adını verilir qabağa, belə baxsan ki. Nə olub, nə xəbərdir də. Hamımız Azərbaycanlıyıq da sonuçta. Amma hamımızın doğulduğu bir yer var da. Bir rayon var, bir kənd var, bir şəhər var. Ancaq odur, haralısa, birinci onu soruşurlar, haralısın. Nə bilməyim, Allah. Nə deyim, xətrinə dəysin deyir, sən də oxuyasan. Mənim sizin köməyinizə ehtiyacımız var. Problemi salam, Ramil, necəsən? Probleminizi video formatında çəkin, atın. Xeyirli sabahlar, çox sağ olun. Əlbəttə ki, öz bölgəm daha üstündür. Məsəl üçün, mən amma heç vaxtı deməmişəm ki, kimisi qərb Azərbaycanlılarla işi olmasın. Oradan da pis adam varsa, o ilə niyə kimisi işi olmamalıdır ki, normal bir şeydir. Mən heç vaxtı, mən məsəl üçün, əsas ki, Qazaq bölgəsində indi mən gəlin olduğuma görə, mən görürəm. Qazaqlar o qədər bir-birlərini tuturlar da, məsəl üçün. Mən amma heç vaxtı o şeyi dəstəkləməmişəm. Yəni, insan bölgəyə görə kiməsə dəstək verməz. İnsan düzlüyünə görə kiməsə dəstək verir. Yəni, nə dəxil var, sən buralısan, sən buralı. Bəs sən niyə bölürdün? Kimi bölürdüm, ay xəybə? Elə bir sənə iki hissəyə ayırmışam. İşğaldan azad olunan torpaq Qarabağda bağışda. Day deməyəcəkdim ki, niyə köçüb Sumqayıtda qalmırsın? Sumqayıt işğal altında döylüydü. Ona görə də üzürlü sayın işğaldan azad olmuş bölgələri nəzərdə tutmaq məcburiyyətində qaldım. O, bölgə bölmək deyil, o reallığı çatdırmaqdır. Bölgə bölmək başqa şeydir, reallığı demək başqa şeydir. Bunlar fərqli-fərqli şeylərdir. Siz Qarabağlı ol. Mən İrəvandanam, Qarabağlı deyiləm. İkinci də ki, Qarabağlılar haqqında ümumi danışmamışam. Böyük versiyasını paylaşmışam, bir daha üzərindən keçin. Yorulmadınızsa eyni səhvi təkrar soruşursunuz sözləri. Gündüzdür deyir, axşamız. O hərbi formada da özdür.